Yeni yasamalda 7%li dövlət ipotekasında olan 3 otaqlı mənzilə 3500 manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində 286 saylı orta məktəbin yaxınlığında yeni inşa olmuş hündür mərtəbəli binanın 12-ci mərtəbəsində. Ümumi sahəsi 85 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə tam təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir, mənzilin isitmə sistemi kombidir, liftləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidə olan, daha doğrusu bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Videomuzu sona dək izləyin ki, tam qiyməti haqqında, qalıq borcu, aylıq ödənişi haqqında da tam ətraflı olaraq məlumat ala biləsiniz. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizdən paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində, yeni inşa olmuş hündür mərtəbəli binanın 12-ci mərtəbəsində. Ümumi sahəsi 85 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, isitmə sistemi kombi olan, sənədi kupçu olan bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə də bildirdiyim kimi, mənzilin qazı, suyu, işığı daimidir, binanın lifti işlək vəziyyətdədir, binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin tam qiyməti 169.500 manatdır. Yox, 7%lik dövlət ipotekası ilə əldə etmək istəyirsinizsə, aylıq ödənişi 680 manatdır. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə, 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mənzil 25 illik 7%lik dövlət ipotekasındadır, 3 ili ödənilibdir. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.